yoxdur. Adam adamdan borc istəyər, kömək istəyər. Heç bir qəbahəti yoxdur. Adam da adama yardım eləyər, kömək eləyər. Düzdür, bəzən borc illərlə indi qayıtmamağa adət olub. Borcu qaytaranda təəccüblənirəm mən. Deyirəm, ay Allah, nə əcəb ki, məndən borc alıb kimsə qaytardı. Alanda Peyğəmbərə, imama hamısını and içir, qaytaranda sənlə dava eləyir. Deyir ki, niyə borcu istəyirsən məndən? Belə indi dünyanın işi belədir. Amma din deyir ki, borc istə, get kiminsə qapısına, problem üçün çalış, həlli üçün və təvəkkül elə. Niyə? Kənç deyərdi, otur təvəkkül elə. Heç nə eləmə. Gələcəkdə mənim qüdrətim çatardı, evdə oturanda da sənə çatdırım. Niyə görə belə deyir? Bilirsiniz niyə görə? Çünki biz iş görəndə istər-istəməz işimizə arxalanırıq. Bizim işimiz kimdənsə keçəndə istər-istəməz kiməsə arxalanırıq. İmtihan burada meydana gəlir də. Deyir ki, get, amma arxalanma.